Təxminən bir 10 il bundan qabaq mənim bir məqaləm getdi. O vaxt şey eləyirdilər ki, İlham Əliyev Putinin adamıdır, Putin nə deyir onu eləyir. Mən onda bir məqalə yazmışdım ki, hakimiyyət şərikliyi sevmir. Hakimiyyət elə bir şeydir Deyək ki, əmr gəlsin. Hakimiyyətə görə övladını, qardaşını, hamısını, bütün nəslini kəsir. Hakimiyyət şərikliyi sevmir. İlham Əliyevdə biraz o hakimiyyət məsələsində biraz fərqlidir. Yəni istəməzdi ki, Putin kimi bir hegemon ona istədiyi cür basqın eləsin, neynəsin. Misal üçün, bəzi şeyləri biz, o xırda, bu siyasət elədi ki, bu ev tikintisi deyil. Görəsən ki, bir daş qoydular, 20 santim qalxdı. Bu bəzən iynə ilə gör qazmaqdır. Bəzən düşüb qalxmaq. Bəli, bəzən biz tənqid eləyirik və onda da deyirlər ki, deyirsiniz yaxşıdır. Tənqid eləməsək, o yaxşılar olmaz. Tənqid eləməsək, pislər daha çox olar. İndi öz aramızdır. Azərbaycan iqtisadiyyatının, Azərbaycan əhalisinin belə sıxıntı yaşamasını niyə biz qəbul eləməliyik? Niyə? Azərbaycan ordusu Qafqazın ən böyük ordusudur. Azərbaycan büdcəsi Qafqazın ən böyük büdcəsidir. Azərbaycanda bir çox məsələlər var ki, hər mənada yaxşıdır. Yeraltı yerüstü sərvətlər belə hamısına. Bəli. Və bu pislərin də əni var axı. Biz Qafqazda ən kasıbıq, biz Qafqazda ən az maaş alanıyıq, biz Qafqazda ən nə bilim işsizik, biz Qafqazda ən rüşvətxoruyuq. Niyə bunlar olmalıdır? Necə ordumuzla qürur duyuruq bu biri ilə də, maaşımızla da, pensiyamızla da, nə bilim, söz asatlığımızla da, bunlarla da qürur duyaq. Misal üçün, məni doğrudan bu incitdi məni. Paşinyan Vensi qarşılayanda orada etirazçıların səsi gəlir. Azərbaycanda qorxurlar. Yəni, ora bir 100 adam deyək ki, nəyəsə etiraz eləsəydi, dünya dağılacaq. Deyək, İran səfirliyinin qabağında Güneydilər bir dəfə etiraz eləmək istədi. Müsavat Partiyası etiraz eləmək istədi, hakimiyyət qoymadı. Yəni, bu baskılar da olmamalıdır. Niyə olmalıdır? Mən yenə deyirəm, bu millət Nadir Şahı, Məhəmməd Əmin Rəsulzadəni, Əbülfəz İlsibəyi, Heydər Əliyevi yetirəmir. Deyirlər ki, İlham Əliyev dünyanın ən böyük siyasətçilərinin İlham Əliyev göydən gəlmədi, başqa millətin nümayəndəsi deyil ki. Bu millətin nümayəndəsidirsə, bu millət İlham Əliyevi yetiribsə, yenilərini də yetirməlidir axı. İlham Əliyev əbədi yaşar deyil ki. Bəli, tamamilə razıyam.